Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. İnsan münasibətlərində ən vacib keyfiyyətlərdən biri etibardır. Hər birimiz həyatımızda elə insanlarla qarşılaşmışıq ki, onların dediyi sözə tərəddüd etmədən inanmışıq, çünki onlar verdikləri vədlərə ciddi yanaşır, öhdəliklərindən qaçmır və çətin vəziyyətlərdə belə sözlərinin arxasında dayanırlar. Astrologiyada da bəzi bürclərin bu xüsusiyyətlərə daha çox sahib olduğu qeyd edilir. Əlbəttə ki, insanın xarakteri yalnız bürcü ilə müəyyən olunur. Tərbiyə, həyat təcrübəsi və şəxsi dəyərlər də böyük rol oynayır. Lakin astrologiya həvəskarları müəyyən bürclərin daha etibarlı və məsuliyyətli olduqlarını düşünürlər. Bu videoda astrologiyaya görə sözünün axsı hesab edilən və etibarlılığı ilə seçilən 5 bürcdən danışacaq. Birinci yerdə Buğa bürcü gəlir. Buğa bürcü sabitliyi və etibarlılığı ilə tanınır. Onlar həyatın hər sahəsində möhkəm addımlarla irəliləməyi üstün tuturlar. Buğa bürcündən olan insanlar adətən düşünmədən vəd vermirlər. Onlar əvvəlcə vəziyyəti qiymətləndirir, imkanlarını nəzərdən keçirir və yalnız yerinə yetirə biləcəkləri sözləri verirlər. Buğa üçün etibar çox önəmlidir. Onlar həm dostluq münasibətlərində, həm də ailə həyatında güvənilən insan olmaq istəyirlər. Verdikləri sözü yerinə yetirmədikdə özlərini narahat hiss edə bilərlər. Buna görə də yarımçıq iş görməyi sevmir və başladığı işi sona çatdırmağa çalışırlar. Ətrafındakı insanlar da məhz bu xüsusiyyətlərinə görə Buğaya güvənirlər. Çünki bilirlər ki, Buğa bir şeyə söz veribsə, onu həyata keçirmək üçün əlindən gələni edəcək. İkinci bürc Oğlaqdır. Oğlaq astrologiyada məsuliyyət hissi ilə seçilən bürclərdən biri hesab olunur. Onlar ciddi, planlı və məqsəd yönlü insanlardır. Həyatda uğur qazanmaq üçün nizam-intizama böyük önəm verirlər. Oğlaq bürcü verdiyi sözləri sadəcə bir vəd kimi deyil, öz üzərinə götürdüyü bir öhdəlik kimi qəbul edir. Buna görə də onların dediyi sözə inanmaq daha asan olur. İş həyatında da bu xüsusiyyətləri onları etibarlı əməkdaş və rəhbər kimi tanıdı. Oğlaqlar adətən problemlərdən qaçmırlar. Əksinə məsuliyyəti öz üzərlərinə götürərək həll yolları axtarmağa çalışırlar. Bu da onların həm peşəkar, həm də şəxsi münasibətlərdə hörmət qazanmasına səbəb olur. Bir çox insan Oğlaq bürcündən olan dostlarının və ya yaxınlarının ən çətin anlarda belə sözlərinin arxasında dayandığını qeyd edir. Üçüncü yerdə Qız bürcü qərarlaşır. Qız bürcü diqqətçi, prinsipial və detallara önəm verən xarakteri ilə tanınır. Onlar hər hansı bir işi görərkən ən xırda məqamları belə nəzərdən keçirməyə çalışırlar. Qız bürcü üçün məsuliyyət hissi çox güclüdür. Əgər bir işin görüləcəyini deyiblərsə, həmin işi vaxtında və düzgün şəkildə yerinə yetirmək üçün səy göstərirlər. Onlar öz reputasiyalarına və insanların onlara olan münasibətinə önəm verirlər. Bu bürcdən olan insanlar tez-tez təşkilatçılıq bacarıqları ilə seçilirlər. Planlı hərəkət etdikləri üçün verdikləri vədləri unutmaq ehtimalları da az olur. Onlar hesab edirlər ki, etibar qazanmaq uzun zaman tələb edir və bu etibarı qorumaq lazımdır. Məhz buna görə də yaxınları və dostları Qız bürcünə rahatlıqla güvənə bilirlər. Dördüncü bürc Xərçəngdir. Xərçəng bürcü emosional və həssas təbiəti ilə tanınsa da sevdiyi insanlara qarşı olduqca sadiq olur. Onlar ailə və dostluq münasibətlərinə böyük dəyər verirlər. Xərçəng üçün yaxınlarının xoşbəxtliyi və rahatlığı vacibdir. Buna görə də verdikləri vədləri unutmağa çalışmırlar. Əgər bir söz veriblərsə, onu yerinə yetirmək üçün əllərindən gələni edirlər. Bu bürcdən olan insanlar münasibətlərdə səmimiyyətə və sədaqətə önəm verirlər. Onlar üçün etibar qarşılıqlı olmalıdır. Məhz buna görə də yaxın çevrələrində etibarlı və dəyərli insanlar kimi tanınırlar. Xərçənglər bəzən duyğularının təsiri altında qərarlar versələr də, sevdikləri insanlara verdikləri sözlərə sadiq qalmağa çalışırlar. Beşinci yerdə isə Şir bürcü gəlir. Şir bürcü öz nüfuzuna və adına böyük önəm verir. Onlar insanların gözündə etibarlı və güclü görünməyi sevirlər.